Hər kəsə salam. Bugün sizlə Hisslər Məktəbi üçün görüşürük. Bu videoda Hisslər Məktəbinə aid olan bir çox suallarınızı cavablandıracağım və heç vaxt itirmədən birinci sualla başlamaq istəyirəm. Hisslər Məktəbi nədir və bu proqram mənim həyatımda konkret olaraq nəyi dəyişə bilər? Hisslər Məktəbi adı üstündə hisslərimizin məktəbidir. Yəni, belə bir şey düşün, bir məktəb var. Və bu məktəbdə sənə uşaq vaxtından çox yəqin ki, öyrədilməyən bir şeylər öyrədir. Duyğuları öyrədir, psixologiyanı öyrədir, emosiyaları öyrədir. Özünə necə kömək edə bilərsən bunu öyrədir. Duyğuların əslində nə mənaya gəldiyini öyrədir. Ümumiyyətlə, bütün bunları Hisslər Məktəbinin, yəni bunu öyrətdiklərini qısaltmış olarsam, sənə özünü, öz sistemini öyrədir. Təbii ki, psixologiya cəhətdən. Bədənlə eyni zamanda duyğuların əlaqəsini, bədəni öyrənmək və sinir sistemi, xüsusən sinir sistemi. Hansı ki, bu bizə həyatda özümüzlə, ətrafımızla balanslı münasibətlər qurmağa kömək eləyir. Hisslər Məktəbi, bax, budur. Və buradan yola çıxaraq, bu proqram sənin həyatında konkret olaraq nəyi dəyişə bilər? Bunu deyim. Bunu bu şəkildə ifadə eləmək istəyirəm. Təsəvvür elə ki, uşaqsan və bunlar sənə artıq öyrədilir valideynlərin tərəfindən. Məsələn, çox duyğusalsan, bu nə mənaya gəlir? Çox qəzəblisən, duyğuların sənə nə demək istəyir? Bu qəzəbli olduğun yerlərdə bunu necə yönləndirə bilərsən? Və yaxud da çox itmiş hiss edirsən, buna necə tolerans yaratmaq olar? Ya da deyək ki, çox yorğunsan, ya da çox üzgünsən, bu duyğuları necə daşıya bilərsən? Kimi, yəni əslində balacalıqdan sənə həyatımızın ideal senarisində deyək, valideynlərin tərəfindən heç məktəb keçmədən əslində öyrənə biləcəyin sistemi Hisslər Məktəbi sənə öyrədir və bununla valideynlərin tərəfindən bunları öyrəndiyində necə bir həyat qurardın? Məsələn, o həyatın indiki həyatından necə fərqlənərdi? Bax, Hisslər Məktəbi sənə tam da o həyatı verir.